Salam, bugünkü biologiyadan izahımız yosun, mamır, qıcı və çılpaq toxumlar şöbəsinə aid olan mövzu sınağıdır. Daha çox sınaq işləmək istəyirsinizsə 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Birinci sualımızdan başlayaq. Deməli bizə yosun verib, deyir bu yosunda kasa şəkilli xromatofor var. Bir də sprogira verib, bunda da xromatoforun hansı formada olduğunu istəyir. Kasa şəkilli xromatofor xlamidomnada, spirogirada isə lent şəkilli xromatofor olur. Burada cavab olacaq C variantı. İkinci sual deyir, Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada bizə quş mamırı, erkək qıcı, sfagnom kimi mamırlar verib. Biz bunları nə etməliyik? Düzəltməliyik. Bizə deyir Eylervinə uyğunluğu müəyyən edin. Yəni hansı ki burada 1 2 3 4 rəqəmləri yazılıb. Bu 3 4 rəqəmlərinə əsasən biz doğru yerdə olub olmadığına baxmalıyıq. Məsələn, bir qiymətinə baxaq. Bir nə ilə nəyin arasındadır? Quş mamırı ilə erkək qıcının kəsişməsindədir. Yəni birdəki deyilən ifadə erkək qıcı ya da quş mamırına da aid olmalıdır. Cinsi və qeyri-cinsi nəsil bir bitki üzərində deyir inkişaf edir. Burada belə qeyd edək ki, quş mamırında bu şəkildə idi, dişi bitki idi, üstündə də qutucuğu var idi. Cinsi nəsildə, qeyri-cinsi nəsildə quş mamırının üzərində idi. Amma erkək qıcıda isə cinsi nəsil, yəni qametlər bitkinin üstündə deyil də protalın üstündə əmələ gəlir. Ona görə birinci ifadənin yeri düzgün deyil. Sonra keçirik ikinciyə. Deyir, yetkin bitki haploid xromosom dəstinə malikdir. Yetkin bitki haploid xromosom dəstinə malik olanlar təbii ki, spordan inkişaf edən mamırlara aiddir. Hansı ki, quş mamırına da, sfagnom mamırına da ortaq olan qiymət 2-dir. Bu doğrudur. 3. Eyni növ sayda vegetativ orqanlarına rast gəlmək olar. 3. Erkək qıcıda kök var, gövdə var, yarpaq var. Amma sfagnomda yalnız gövdə, yarpaq var. Ona görə 3-ün yeri doğru deyil. Sonra mayalama üçün əsas abiotik amil sudur. Bəli, erkək qıcı üçün də, mamır üçün də əsas mayalama üçün amil sudur. Bu da doğrudur. Doğru olanlar Y variantı. Sonra deyir, şəkildəki bitki təsadüf olunmaz. Şəkildəki bitki sancaq şəkilli plandır. Sancaq şəkilli planda yarpaq görərik, gövdə görərik, yan kök görərik, əlavə kök görərik, amma əsas kök görmərik. Bunlarda əsas kök yoxdur. Çılpaq toxumlu bitkilərin haqqında hansı mülahizə? Deyir, doğrudur. Toxumlarında rüşeym olmur. Belə qeyd edim ki, toxumun tərkibində rüşeym mütləq şəkildə olmalıdır. Birinci ifadə yanlışdır. Sonra meyvəsi deyir, çox toxumludur. Xeyr, bunun heç meyvəsi yoxdur. Yəni çılpaq toxumlarda tozcuqları erkəkciklərin tozluqlarından əmələ gəlmişdir. Bunlarda çılpaq toxumlarda erkəkcik, dişicik anlayışı yoxdur. Kol və ot şəkilli formaları var. Belə deyək, kol var, ağac var. Amma ot şəkilli nümayəndələri yoxdur çılpaq toxumların. Tozlanmaları yalnız külək vasitəsilə baş verir. Bəli, tozlanma yalnız külək vasitəsilə baş verir. Uyğunsuzluğu deyir, müəyyən edin. Uyğunsuzluq. Ulva yaşıl yosundur. Bəli. Maral mamırı mamırdır deyir. Maral mamırı mamır deyil, şibyədir. Ona görə B səhvdir və uyğunsuzluq burada pozulub. Polifora qırmızı yosundur. Bəli. Fucus qonur yosundur. Bəli. Sfagnom mamırdır. Bəli. Sonra gələk 6-ya. Deyir, sxemdə yaşıl quş mamırının inkişaf sikli göstərilmişdir. Buna əsasən haploid və diploid xromosom dəstələrinə malik olan mərhələləri quraşdırın. Mamırda haploid və diploid hissələr istəyəndə yadımızda saxlamaq lazımdır ki, mamırda yalnız zigot 2N olur, bir də zigotdan inkişaf etmiş qutucuq 2N olur. Digər hissələr hər biri spordan inkişaf etdiyinə görə haploid xromosom dəsti. Ona görə 3-4 zigot və qutucuq diploiddir, digər hissələr haploiddir. 7. Deyir, yaşıl quş mamırını torpağa bərkidən struktur, həmçinin protein imanında torpağa bərkidir. Yaşıl quş mamırını torpağa bərkidən rizoiddir. Rizoidlər sfagnomda olmur. Qıcının protalını da torpağa bərkidir. Bəli, proteinimada torpağa bərkitməyə ehtiyac yoxdur. Xlamidomnada da rizoid yoxdur. Sprogiranın çoxalmasında rizoid yoxdur. 8. Biri çox hüceyrəli qonur yosundur. Qonur yosunlarımız makrosistis, fucus və laminariyadır. 8-də olacaq cavab D variantı. 9. Deyir, sual işarəsinin yerinə yazıla bilər. Yaşıl quş mamırı və sfagnom. Gövdəsi budaqlanmır. Gövdəsi budaqlanmayan yaşıl quş mamırıdır. A gedəcək yaşıl quş mamırına. Xlorofil kloroplastlarda yerləşir. Hansı ki bu ikisinə də uyğundur. Bunu götürməyəcəyik bu hissəni. Yetkin bitkidə rizoid olmur. Cavab C-dir. Çünki sfagnomun yetkin bitkisində rizoidlərə rast gəlinmir. Cavab olacaq C. Sonra 10. Cədvəldəki məlumatlara əsasən sprogira və ulotrix yosununda olan ümumi nüvələrin sayını tapın deyir. Biz bilirik ki, sprogiranın əgər 15 ədəd hüceyrəsi varsa, bütün hüceyrələri canlıdır və hər birində hüceyrə sayı qədər nüvə var. Ulotrixdə isə neçə hüceyrə olur olsun, bir dənəsi yapışmağa xidmət edir. Cansızdır deyə nə xromatoforu, nə nüvəsi var. Ona görə üstündən bir ədəd çıxılmalıdır. 19 canlıdır. İkisində olan ümumi nüvələrin sayını istəyir. 15 üstə gəlsin 19, o da bizə verir 34 C variantı. 11. Qırmızı rəngli gözcüyü olan yosunun hərəkətə xidmət edən qamçıların sayı qədər zigotu olan ulotrix yosunda əlverişli şəraitdə zigotun bölünməsindən neçə spor yaranar? Deməli, qırmızı gözcüyü olan yosun xlamidomnadadır. Xlamidomnada yosununun 2 ədəd qamçısı var. Deyir, hərəkət edən qamçı sayı qədər zigotu olan ulotrix. Ulotrixin xlamidomnadanın qamçılarının sayı 2 dənədir. Deməli, qamçının sayına uyğun 2 dənə zigotdan bizdən soruşur ki, nə qədər bölünməsindən spor yaranar. Hər zigotun içərisindən 4 ədəd spor çıxırdı cinsiyyətli çoxalmadan. Ona görə də 2 dənə zigot olduğuna görə 8 dənə spor edəcək. Sonra Eylervin diaqramında uyğun bəndləri bizə deyir ki, müəyyən edin. Deməli, deyir, toxumlara malikdir. Toxumlara adi şamda da, daha doğrusu toxum yox, üzr istəyirəm, toxumalara hər ikisi də var. Yəni adi şamında, erkək qıcının da toxumaları var. Yosunlardan başqa bütün bitkilərin toxuma və orqanları olur. Hər ikisi üçün ortaqdır. Generativ orqanlarının növ sayı 2-yə bərabərdir. Generativ orqanların növ sayı
Məsələn, erkək qıcıda anteridi və arxagoni var. Bunlar 2 ədədli cinsiyyət orqanları sayılır. Adi şamında cinsiyyət orqanları, dişi qozalar var, bir də erkək qozalar var. Qoza götürə bilərik. Bir də toxumları var da. Deməli, bunların neçə dənə generativ orqanı olmuş olur? Adi şamında, erkək qıcının da hər ikisinin 2 ədəd generativ orqanı var. 2 ortaya gəlir. Ardından deyir, havanı ozonla zənginləşdirir. Təbii ki, bu adi şama aid olan bir ifadədir. Yarpaqları həm çoxalma mühitindən sudan asılıdır dediyinə görə 4-ü götürürəm erkək qıcıya. Yarpaqları həm fotosintezdə, həm də spor əlmə ilə gəlmədə iştirak edir. Bu bizim məktəb kitab dərsliyimizdə də yazılıbdır. Hansı ki, bu da yenə erkək qıcıya aiddir. 3, 1, 2, 4, 5 Y variantı uyğundur. Sonra gələk 13-ə. Deyir, anatomiya elminin öyrəndiyi sahəyə aiddir. Anatomiya biz bilirik ki, anatomiya yarıram deməkdir. Yəni canlı orqanizmlərin daxilini öyrənən bir elmdir. Məsələn, gövdə, yarpaq, kambi, oduncaq böcəkdən ibarətdir. Biz əgər gövdəni kəsib mikroskop altında baxırıqsa daxili quruluşuna, deməli qabıq görərik, kambi, oduncaq böcək. Deməli elə cavab A variantı olar. Sonra hansı ki fotosintez xloroplastlarda baş verir, artıq bu fiziologiya elminə aid olan bir şeydir. Sonra göl ilbizinin başı, bədəni, gövdəsi və ayağı var. Mən bunu göl ilbizini kəsmədən baxa bilərəm, xaricdən görürəm. Translasiya ağızlıqlar həyata keçirir. Yenə hər hansısa bir orqanın funksiyasını deyirsə, mütləq şəkildə bu fiziologiyadır. Xaricdən görünən bir şeydirsə morfologiyadır, daxildən görünəndirsə artıq anatomiyadır. 14 deyir, klasterdə sual işarəsinin yerinə yazıla bilər. İşıq sevən çox hüceyrəli bitkidir, həmişə yaşıldır, kök sisteminə malikdir. Təbii ki, bu adi şamdır. 15 deyir ki, hansı variantda yanlışdır? Tozcuq borusu ilk dəfə çılpaq toxumlularda yaranıb. Bəli, mayalanmanın su ilə əlaqəsinin kəsilməsi ilk dəfə çılpaq toxumlarda meydana gəlib. Ali sporlu bitkilərdə sporun yayılmasında iştirak edən əsas amil küləkdir. Bəli, təkamül baxımından qoza toxumdan daha əvvəl yaranıb. Bu yanlışdır. Çünki qoza şamlarda yaranıbdır ilk dəfə. Amma toxum ilk dəfə qıcıda yaranıbdır. Toxumlu qıcılar var və toxumlu qıcıların nəsli kəsilsə də ilk dəfə toxum qıcıda yaranıb. Sonra təkamül baxımından onlar nəsli kəsilib, şamlar, çılpaq toxumlar yaranıb və onlarda da qoza olubdur, toxum da olubdur. Deməli, qozadan əvvəl toxum yaranıbdır. Təkamül prosesində ilk dəfə milkök sistemi çılpaq toxumlarda yaranıb. Bəli, çünki onlarda toxum ilk dəfə yaranıb və ilk dəfə də toxumdan çıxıbdır əsas kök. Təkamüldə ilk dəfə çılpaq toxumlarda generativ orqandan kök yaranıb. Bəli, toxum generativ orqandır, bu da doğrudur. 16. Bizə qeyd edir ki, yanlış variantı müəyyən edin. Erkək qıcının cavan yarpaqlarının uc hissəsini kəsdikdə böyüməsi zəifləyir. Bu doğrudur, çünki yeganə bitki erkək qıcıdır ki, onun yarpaqlarında törədici toxuma var. Sonra qıcı çimlərin əksəriyyətinin yeraltı hissəsi əlavə və yan kökləri olan kökümsovdur. Bəli, ilk dəfə qıcı çimlərdə kökümsov gövdə olub və əlavə yan köklər inkişaf edir. Qatır quyruğunda erkək qametlər sperma adlanır. Sperminin adlanması üçün onların mayalanmasının sudan əlaqəsi kəsilməlidir. Hansı ki, su ilə əlaqə ilk dəfə çılpaq toxumlularda kəsilibdir. Qatır quyruğu qıcı kimlərdir? Mayalanma suda getdiyinə görə erkək qamet spermi yox, spermatozoid adlanır. Yanlış ifadə budur. Digərləri doğrudur. Sonra gələk 17. Yosunlarda daha çox hərəkətli olan rizoidlərə malik olan və konjugasiya çoxala bilən ardıcıl olaraq müəyyən edin. Yosunlardan daha çox hərəkətli olan hansıdır? Qamçılara malik olan xlamidonlardır. Rizoidlərə malik olan yosun laminariyadır. Konjugasiya ilə çoxala bilən yosun isə spirogiradır. Ona görə də doğru cavab olacaqdır. 18. Ulotrixin zigotunu əmələ gətirir nə? Ulotrixin zigotunu hansı ki, iki qamçılı, bir-birinə bənzəyən cinsi hüceyrələr gətirir. O da cavab A variantı, qametlər. 19. Bizə deyir ki, əlverişli şəraitdə qıcının sporundan əmələ gələn struktur haqqında nə demək olar? Əlverişli şəraitdə spordan inkişaf eləyir ürək şəkilli protal. Deyir, bir hüceyrəlidir, xeyr, protal bir hüceyrəlidir, çox hüceyrəlidir, müstəqil qidalana bilir, bəli, yaşıl rəngdədir, fotosintez etmə qabiliyyətinə malikdir, 2 doğrudur. Əlavə kökləri ilə torpağa bərkir, xeyr, onun rizoidlər var, köklərlə yoxdur, 3 yanlışdır. Mayalanma prosesi burada baş verir, bəli, bunun yarpağı protonemanın üzərində, anterid və arxagoni olur, orada da mayalanma gedir. Burada cavab oldu Y. Sonra, sxem üçün nə doğrudur deyir, psilofit ilk dəfə quruya çıxan bir bitkidir. Qıcının protalı yaşıldır, sfagmında yaşıldır. Bu hər üç üçün deyir rizoidlərə malik olmaq. Xeyr, məsələn, sfagmında rizoid yoxdur. Hər biri bitkidir, hər biri müstəqil qidalarını fotosintez edə bilirlər. Sporofit olması, məsələn, bir də toxumla çoxalma bunların heç birində yoxdur. Psilofitdə sporofit olma yoxdur. Yarpaqların olması psilofit ilk dəfə quruya çıxan bir bitki olduğuna görə onun da heç bir orqanları yoxdur. Sonra gələk 21-ə. Adi şamın dişi qozasında mayalanma prosesi getdikdən sonra 100 toxum əmələ gəldiyini bilərək mayalamada iştirak edən sperm və yumurta hüceyrələrin sayını tapın. Biz bilirik ki, şam çılpaq toxumludur. Bir toxumun əmələ gəlməsində bir yumurta hüceyrə, bir sperm iştirak edir. Onda 100 toxumun əmələ gəlməsində 100 spermi və 100 yumurta hüceyrə iştirak edər. B variantı. 22. Yaşıl quş mamırının udduğu su ilə birlikdə çəkisi aqram olmuşsa mamırın quru çəkisini tapın. Deməli, normada, məsələn, yaşıl quş mamırının kütləsini x qəbul etsək, öz kütləsindən 4 dəfə artıq 4x qədər su udursa, bizə deyir su ilə birlikdə çəkisi aqram olubsa, o zaman 5x bərabərdir A-dırsa, x da bərabərdir A bölək 5 şəklində yazsaq və bizdən də mamırın quru kütləsini istəyir, x demişdimsə A bölək 5, cavab olur C. Sonra gələk 23-ə. Deyir, uyğunluğu müəyyən edin. Laminariya yosundur. Qonur yosun, çox hüceyrəli. Çöl qatır quyruğu qıcıdır. Deyir, sarılıq və raxit xəstəliklərinin müalicəsində istifadə edilir. Buna təbii ki, laminariyadır. Sonra, böyrək xəstəliklərinin
müalicəsində istifadə edilir. Çöl qatır quyruğudur. B. Fotosintez prosesi xromatoforlarda gedəcəkdir. Bu təbii ki, xromatofora malik olan yosundur. C bura gedir. Fotosintez prosesi kloroplastlarda gedir. Hansı ki, bu ali bitkilərə aid olan qıcıya aiddir. D bura gedir. Çox illik bitkidir. C variantı hər ikisi üçün də ortaqdır bu şəkildə. Sonra 24. 24-dəki yosun Chlamydomona da yosundur. Deyir, qapanmayan halqa şəkilli xromatofor var. Xeyr, qapanmayan halqa şəkilli deyil, kasa şəkillidir. Bir yanlışdır. Zigotun bölünməsindən zoosporlar əmələ gəlir. Burada. Təəssüf ki, bu düzdür. Bizdən səhvimiz istəyir. Bəli, bu yosuna aid olan bu zoosporları götürürük. Zigotun bölünməsindən qamçısız spor əmələ gəlir. Xeyr, bunlarda qamçısız spor yoxdur. Yığılıb açılan iki kiçik vakolu var. Yığılıb açılan 2 vakolu var, düzdür. Çox hüceyrəli yaşıl yosundur, xeyr, bir hüceyrəli yaşıl yosundur. Doğru olanlar 2 və 4-dür. Növbəti 25. Deyir, toxumlu bitkilərin generativ orqanlarını seçin. Toxumlu bitkilərin generativ orqanları dedikdə, məsələn, qoza ola bilər. Bir də toxum ola bilər. Yarpaq vegetativ orqandır, gövdə vegetativ orqandır. Anterid və arxegoni isə toxumlu bitkilər üçün keçərli deyil. Əsasən qıcı və mamır üçün keçərlidir. Sonra 26. 26-da bizdən nə istəyir? Uyğunluğu müəyyən edin. Sfaqnum və quş mamırı üçün. Deyir, yetkin bitkisində rizoid olmur, bir sfaqnumdur. Gövdəki dik qalxır, budaqlanmır, yaşıl quş mamırı. Çəkisindən 20-25 dəfə artıq su udur. Bu aiddir sfaqnuma, 4 dəfə artıq su udur quş mamırına. Bir bitkidə bir qutucuq inkişaf edər. 5 aiddir yaşıl quş mamırına. Bir neçə qutucuq inkişaf edə bilər sfaqnuma. Sonra 27. Adi şam ağacının deyir yaşılımtıl qozasında 1000 ədəd, 100 ədəd pulcuq var. Biz bilirik ki, şam ağacının hər pulcuğunda 2 ədəd tozluq kisəsi olur. Deməli 100 pulcuq varsa 200 kisə var. Bizə deyir ki, bu kisənin yarısında 100 tozluq dənəsi, digər yarısında 80 tozluq dənəsi var. Deməli 200 kisənin yarısı 100 dənə, hər kisədə 100 kisədə 100 dənə tozluq var. Onda eləyəcək 100 vuraq 100, 10.000 ədəd tozluq burada. Digər yarısında, yəni 100 dənəsində 80 tozluq var. Bu eləyəcək 8.000 tozluq. Bu qədər tozluğun cəmi eləyir 18.000 tozluq. Bizdə də deyir ki, cəmi neçə hava qovuqcuğu olar? Bir tozluq dənəsinin də 2 dənə tozluq hava qabarcığı və yaxud da hava qovuqcuğu olduğunu nəzərə alsam, 18.000-də 36.000 olmuş olar. Sonra gələk situasiya. Deyir, müəllim yeni mövzunu keçməmişdən əvvəlki mövzular haqqında şagirdlərə sual verir. Müəllim yosunlar haqqında kimə nə deyər? Nəzrin, müəllim yosunlar ibtidai bitkilərdir. Müəllim yosunlar niyə ibtidai bitkilər adlanır? Toğrul, çünki onlarda toxum və orqanlar olmur. Müəllim kim yosunlara misal çəkər? Səmət Chlamydomona, Sfaqnum, Parmelia və s. Müəllim ağıllı lövhəni qoşur və aşağıdakı yosunu şagirdlərə göstərir. İndi gəlin ifadəni oxuyaq. Deyir, hansı şagird suala səhv cavab vermişdir? Deməli, müəllim uşaqlardan soruşur. Yosunlar haqqında kim nə deyər? Nəzrin sual verir ki, yosunlar ibtidai bitkilərdir. Nəzrin doğru deyir, ibtidai bitkilərdir. Yosunlar niyə ibtidai bitkilər adlanır? Toğrul deyir, çünki onlarda toxuma və orqanlar olmur. Toğrul da doğru deyir. Yosunlara misal çəkin deyəndə Səmət Chlamydomonadan düz deyir, amma Sfaqnum mamırdır, Parmelia isə şibyədir. Səmət burada səhv demiş olur. Sonra deyir, ağıllı lövhədə yosun və yosunun hansı prosesi əks edilibdir? Ağıllı lövhədə gördüyünüz bu şəkildəki yosun Chlamydomona da yosunudur və Chlamydomona da yosununun qeyri-cinsi çoxalması, əlverişli şəraitdə qeyri-cinsi çoxalması əks etdirilir. Sonra deyir, ağıllı lövhədə yosunun cinsi çoxalmasına 20 qamet iştirak etmişsə, sonda əlverişli şəraitdə fərqlərin sayının maksimum neçə olacaq? Biz bilirik ki, Chlamydomonada da qametlər cüt-cüt birləşərək bir zigot əmələ gətirir. 20 qamet varsa, deməli bunlar cüt-cüt birləşib 10 qamet əmələ gətirər. 10 dənə qametin hər birindən əlverişli şəraitdə 4 dənə Chlamydomonada çıxdığını nəzərə alsaq, onu da 4-ə vursaq cavab eləyəcək 40.